Xeyirli geceler Azərbaycan. Bugün Qəzzada, daha dəqiq Qəzzaya gedən insani yardım gəmilərinə reaksiyadan, İsrailin bu gəmilərə müdaxiləsindən, öldürülən 9 şəhiddən, Türkiyə-İsrail arasındakı münasibətlərin gərginləşməsindən, dünyanın buna reaksiyasından, Birləşmiş Millətlər Təşkilatının insani yardımlara 2006-cı ildən icazə verməsinə rəğmən buna İsrailin etiraz etməsi səbəblərindən danışacaq və əlbəttə bu hadisənin bölgədə nəticə itibarilə hansı nəticələrə gətirib çıxaracağından danışacaq. Buna politolog Rasim Musabəy cavab verəcək, jurnalist Rauf Mirqədirov, İlqar İbrahimoğlu, Davam Qeyri-Hökumət Təşkilatının sədri, teoloq və insan haqları müdafiəçisi. Xoş gəlmişsiniz üçünüz də studiyamıza. Mən indidən deyim, birazdan bizə studiyamıza qısa adı İHH olan İnsani Yardım Vakfının başçısı Bülent Yıldırım bizə qoşulacaq. Bu təşəbbüsün əsas deməli figurlarından biridir. Xoş gəlmişsiniz. Bu hadisələrlə bağlı baxırıq, izləyirik Türkiyə mətbuatını, Avropa mətbuatını və s. Əlbəttə ki, gərginliyin yaxın şərqdə mənfi çalarlarla nəticələnəcəyini deyənlər var. Siz necə düşünürsünüz? İsrail-Türkiyə arasında, əslində bu İsrail-Türkiyə münasibətlərinə gətirib çıxarılması da mən başa düşmədim. Çünki dünyanın 33 deməli qeyri-hökumət təşkilatı, beynəlxalq təşkilatlar burada insani yardımla Qəzzaya gedirdi. Sizə görə bax bu tablo nəticə itibarilə yaxın şərqdə nəyə aparıb sürükləyəcək Türkiyəni? Mütləq deyil ki, bu gətirsin hansı bir mənfi nəticələrinə. Bəlkə də bu gərginlik yaxın şərqdə dügünə bağlanmış bu problemin açılmasına aparan bir addım olsun. Bu da ola bilər. Yəni, mahiyyətcə dalana dirənmişdi və faktik olaraq İsraildə millətçilər və xeyli, belə deyək, sərt mövqeyin nümayəndələrin hakimiyyətə gəlməsi, Libermandır, Netanyahu'dur, demək olar ki, o problemin tərpənməsi üçün elə bir ki, əlavə bir maniyə idi. Bu hökumət qarşısında məqsəd qoyub ki, biz zor güclə məcbur olacaq Fələstinləri bizim diktamızla o sülh planını əldə etməyə. Bu isə baş tutmur. Ola bilsin ki, bu təşəbbüs təbii, yəni heç birimiz istəməzdi ki, orada həlak olunanlar olsun, yaralanan olsunlar. Ancaq bəlkə də bu hadisə dünyanı silkələdi müəyyən mənada. İsrail tamamilə izolyasiya olunmuş şəkildə özün gördü və bəlkə də, baxın, indi Misir qapıları açdı. Hansısa bir o diqqət gibi məsələ ilə məşğul olmaq vacibdir, bu da baş verdi. Yəni, mən düşünmürəm ki, bu hadisələr gedib bilavasitə İsrail-Türkiyə az qala müharibəsinə ya tamamilə diplomatik əlaqələrin pozulmasına kimi gedib çıxacaq. Xeyr. Ancaq bu məsələdə ki, həll məqamı yetişib və bir tərəfli zorla, diktatla danışıqlar nəticə verməyəcək. Bax, bu düşünürüm ki, gündəlikdədir. Yəni, İsrail sizə görə bu mənzərədən bu qədər Türkiyədəki siyasətçilərin, xüsusilə də Erdoğan'ın bəyanatlarını izlədiniz. Abdullah Gül'ün, məsələn, Prezident Abdullah Gül'ün bir bəyanatı oldu. Bundan sonra heç bir zaman İsrail ilə Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq. Bunu da diqqətə alarsaq, bu Türkiyənin bölgədə, birçokları bunu deyir, Türkiyə beynəlxalq layihələrdə bu diplomatik xətadır və s. Bu əslində nəticə itibarilə İsraildən Türkiyənin münasibətlərinə, İsrail-Türkiyə münasibətlərinə, İsrailin mövqeyi bundan sonra dəyişə bilərmi? Bu baxımdan İsrailin bölgədə bu qədər, belə deyim, dikbaş özünü aparması, yumuşaq dilinə desəm, diktəni özü istədiyi şəkildə diktə etməsi, ümumiyyətlə bu motivin arxasında Davos yatırmı? Çünki çoxları belə deyir. Yox, Davos yenidən bir emosional hadisə idi. Ancaq orada da özünü göstərmişdi ki, Türkiyə bölgədə sadəcə olaraq ABŞ-ın siyasətin, belə deyək, aparıcısı deyil. Türkiyənin öz baxışları var və o baxışlarla hesablaşmaq vacibdir və bu hökumət Türkiyədə öz, yəni Türk xalqın iradəsini ifa edir. O, Türk xalqı isə bir tərəfli, zora arxalanmış İsrailin siyasətini rədd edir və bu hökumət o insanların düşüncəsini kənara qoya bilməz. Bu, mənə elə gəlir ki, hamı üçün aydındır. Gələcəkdə də bu olacaq. Ancaq o demək deyil ki, tutalım,
Türkiye ve İsrail münasibətlərində o gərginliyə yol versinlər ki, burada indi müəyyən bir təhlükəsizlik sistem var və o sistemdə Türkiyənin də çox mühüm rolu var, İsrailin də. Və düşünmürəm ki, yəni iki ölkənin rəhbərləri o dərəcədə xətaya yol versinlər ki, bu mövcud gərginliyi nəinki aradan götürmək, əlavə gərginlik, bu onsuz da, yenə deyirəm, çox təhlükəli bir vəziyyətdə o gərginliyi artırmağa. Bu baş verməyəcək. Verməyəcək. Çox gözəl. Rauf bəy, orada dünyanın 60-dan çox deməli mətbuat, televiziya, ayrı-ayrı saytların jurnalistləri də iştirak elədi və bilirsiniz, ümumiyyətlə bu təklif İngiltərədən səslənən bir təklif oldu. İnsani yardım anlayışı ilə hələ Birləşmiş Millətlər Təşkilatının 2009-cu ildən Qəzzaya yardım qərarı var. Bu qərarı da əldə əsas tutaraq dünyanın 33 beynəlxalq təşkilatının da dəstək verdiyi bir hadisəyə niyə Türkiyə rəngi daha çox qatıldı və sizə görə İHH, qısa adı İHH olan, xüsusilə mən Amerikadan səslənən o fikirlər biraz təəccübləndirdi. Mənim fikrim qalsın, amma mənə maraqlıdır. Siz bu mənzəriyə baxdığınızda bu insani yardım faktoruna İsrailin bu münasibəti doğruydu mu? Hələ beynəlxalq sularda və yaxud neytral zonada, yəni İsrailin sərhədlərindən kənar zonada? Məsələnin hüquqi tərəfi, siyasi tərəfi və mənəvi tərəfi var. Əgər söhbət hüquqi tərəfindən gedirsə, baş vermiş hadisə deməli beynəlxalq sularda baş verib. İsrail hərbi dəniz qüvvələrinin Türk gəmilərini yoxlamağı və digər gəmiləri yoxlamaq ixtiyarı yox idi o sularda. Nə qədər ki pozmamışdılar onlar məhəlli sularına. Çünki Qəzza bölgəsinin blokadası heç bir beynəlxalq təşkilat, yəni ki, bugün BMT Təhlükəsizlik Şurasıdır, həmin beynəlxalq təşkilat ki, hansı ki, müəyyən qərarlar qəbul edə bilər, nəsə yerinə yetirir. Bu, İsrailin öz şəxsi təşəbbüsü ilə edilir. Digər dövlətlərin o təşəbbüsü dəstəkləməmək və ki, tabi olmaq heç də vacib deyil. Vacib deyil. Yəni, bu baxımdan, hüquqi baxımdan həmin flotiliyanın, donanmanın mövqeləri kifayət qədər möhkəmdir. Kapitanın ixtiyarı var idi müqavimət hətta göstərişini verməyə. Başqa bir məsələ var. Başqa bir məsələ var. Məsələnin siyasi tərəfi var. Məsələnin siyasi tərəfi var idi. Tərəflər bir-birinə güzəştə getmək istəyirdilərmi? İstəyirdilərmi? Söhbət və tərəflərin arxasında duran qüvvələr, siyasi qüvvələr bir-birinə güzəştə getmək istəyirdilər ya yox. Mən düşünmürəm ki, məsələn, bu baxımda mən Davusa qayıtmalısam, mən heç də düşünmürəm ki, Erdoğanın Davusdakı çıxışı emosional çıxışı idi. Yəni, mənim üçün məsələnin siyasi tərəfi var. Siyasi tərəfdə mən düşünürəm ki, nə İsrail tərəfi nümayiş etdirmək istəyirdi ki, buranın ağası mənəm və çox gözəl bilirdi ki, hətta tənqidə baxmayaraq, bəlkə ciddi tənqidə baxmayaraq, məsələn, bugün Barack Obama çıxışında Qəzza bölgəsinin blokadasının əleyhinə danışıb, bu məsələnin həllini tələb edib. Baxmayaraq İsrailə ayağa verməyəcək və hesab edirdi ki, bu onun üçün kafidir hər halda. Yəni ki, kəskin qərarlar İsrailə qarşı qəbul olunmayacaq. Bu tərəfdə öz mövqeyinin hüquqi baxımdan və bir çox mənada, mənəvi baxımdan kifayət qədər möhkəm olduğunu bilib, toqquşmaya gedirdi. Toqquşmanın olacağını bilirdi, toqquşmaya gedirdi və hazırlaşırdı da. Yəni, video görüntülər, hər iki tərəfin təqdim etdiyi video görüntülər var. Oradakı, yəni ki, müdafiə hüququndan istifadə kimi, sözsüz ki, mən qiymətlənəm, bu hüquqdur. Ancaq həmişə həmin hüquqdan istifadə etmək lazımdır. Bu sual meydana çıxır. Burada çox maraqlı bir situasiya var və bunu ilə də biraz araşdırmağa dəyərdə. Avropa Birliyinin maraqları var. Avropa Birliyinin səsi hər halda ayrı-ayrı dövlətə, bəzən də aparıcı dövlətlərinin səsi Amerika Birləşmiş Ştatlarından